İki böyük və potensiallı məşqçinin iki vacib oyunda kobud taktiki səhvi komandalarını məğlubiyyətinə gətirib çıxardı. Söhbət əlbəttə ki, Xabi Alonso və Arne Slotdan gedir. Bu iki səhv əlbəttə ki, iki fərqli turnirdə baş vermişdi. Madrid 5-2 hesabı ilə Atletico tərəfindən layiqli şəkildə darmadağın olunub. Bunun səbəbini inceləyəcək. İkinci olaraq da ki, Liverpoolun gözlənilmədən amma layiqli şəkildə Galatasaray məğlubiyyətini başa düşməyə çalışacaq. Siz kanalımıza abunə olun ki, belə videoları buraxmayasınız. Biz də analizimizə başlayaq. Galatasaray Liverpool oyunun analizinə 4.5 saniyədən artıq baxan izləyicilərimiz çox yaxşı bilirlər ki, biz orada hələ giriş cümlələrində Galatasarayı Liverpoolun sanca biləcəyini deyirdik. Əlbəttə ki, Eintrachtdan darmadağından sonra Galatasarayı hər kəs hesabdan silmişdi. Amma burada Galatasaraydan daha vacib Arne Slotun Liverpoolun gedişləridir. Çünki belə bir məşhur sitat var, hansı ki Mel Gibsonun Apokalips filmində də səsləndirilmişdi ki, nəhəng böyük sivilizasiyalar heç vaxt xaricdən zərbələrdən dağılmırlar. Onlar həmişə birinci içdən zəifləyirlər, dağılmağa hazır olurlar. Xarici ünsürlər isə sadəcə o dağıntını sürətləndirir. Eyni şey həm Arne Slotda, həm də ki Xabi Alonso'da oldu. Gəlin indi başa düşməyə çalışaq, söhbət nədən gedir. İlk öncə əlbəttə ki mən Arne Slotun taktiki gedişlərindən danışanda Szoboszlai'nin sağ cinah müdafiəçisi mövqeyində çıxmağını qeyd edə bilərəm. Yəni Szoboszlai'nin sağ cinah müdafiəçisi mövqeyində çıxmağı əslində Barış Alper'in işini çox asanlaşdırdı və Barış Szoboszlai'ni demək olar ki, birinci hissədə belə futbol dili ilə desək sürüdü. Birinci hissənin əvvəlində baxın gördüyümüz bu epizodu əldə etdi. Alissonun möhtəşəm çıxışı, belə deyək, müdrik çıxışı qolun qarşısına aldı. Lakin ikinci dəfə bu penalti gətirdi və birinci hissənin sonunda da yenə də Szoboszlai mübarizəni Barışa uduzdu. Və biz hələ deyirdik ki, əgər Szoboszlai 10 nömrə mövqeyində deyil, 6 nömrə mövqeyində olsa, burada Galatasarayın orta sahəsi üstünlük əldə edə bilər. Amma Arne Slot fikirləşdi ki, əgər dirənmişiksə gəl sonuna qədər gedək və ümumiyyətlə Szoboszlai'nin həyatını daha da çətinləşdirib onu çox sürətli və çox fiziki Barış Alper'ə qarşı qoyaq. Nəticəsində hamımız gördük. Digər tərəfdən bu Okan Buruk'dan Mikel Arteta'ya salam verə kimi idi. Çünki Mikel Arteta'nın komandasına qarşı Slot oynayanda 3-cü turda orada da Szoboszlai sağ cinah müdafiəçisi mövqeyində oynayırdı. Amma Arsenal, Atletico Madrid kimi kompakt blokla oynadığından həmin cinahı ümumiyyətlə eksploatasiya etmədi. Amma nəzərə alsaq ki, Barış əlbəttə ki, Premier Liga səviyyəsində bir futbolçudur. Artıq Brightonda, Brentfordda əla şəkildə formaya geyə bilər. Amma Arsenal heyətində onun qədər və ondan da yaxşı oyunçular var. Amma gördüyümüz kimi əgər bir zəiflik eksploatasiya olunmursa, istismar olunmursa, o zəiflik belə bir gözdən qaçacaq və heç bir cəza gəlməyəcək bunun üçün. Ona görə də Okan Buruk'un haqqını vermək lazımdır. Lakin bununla belə birinci hissədə görürdük ki, elə Galatasarayın penalti epizodundan öncə də Liverpool 2 dəfə bir epizodun içində hesabı aça bilərdi. Sonradan birinci hissənin ortalarında Liverpool çox rahat pasla Galatasarayın orta sahəsini keçirdi və bunun da səbəbi ondan ibarət idi ki, hardasa Liverpool 4-5 nəfərlə Galatasarayın orta sahəsini təkləyirdi. İkinci hissənin əvvəlində Okan Buruk çox ağıllı taktiki gediş elədi. O wingerləri olan Yunus Akgünlə Barış Alper'i bir qədər arxaya oturdu. Nəticədə Galatasaray 4-5-1 taktikası ilə oynamağa başladı. Bu Liverpool'u həm alandan məhrum etdi, yəni sahədən məhrum etdi, həm də ki Liverpool'un orta sahəsinin Galatasarayı belə bir növ yağ kimi keçməyinin qarşısını aldı. Və üstəlik burada Arne Slot daha bir kobud səhvə yol verdi. O kobud səhv nədən ibarətdir? Birinci hissənin ən pis oyunçularından biri Florian Wirtz'dir. Florian Wirtz 10 nömrə mövqeyində oynayır. Amma sağ cinahda qeyri-tipik olaraq Frimpong'un da olması, sol cinahda isə Gakpo'ya o heç cür kömək edə bilmir. İkinci hissədə Slot'a cəmi bir dəyişiklik lazımdır. Hansı ki, zəncirvari dəyişiklikləri özü ilə gətirərdi. O nədən ibarətdir? 10 nömrəli Florian Wirtz'i meydandan çıxarır, onun yerinə Muhammed Salah'ı buraxır və Szoboszlai sağ cinah müdafiəçisi mövqeyindən 10 nömrəyə gəlir. Eyni zamanda Frimpong hardasa, mən Frimpong'u danışanda əlbəttə ki, Frimpong'u müdafiəçi kimi yox, burada göstərə bilərik. Frimpong da sağ cinahda müdafiə və orta sahədə oynamaqla bir növ Salaha kömək etmiş olurlar. Biz Liverpool analizimizdə dəfələrlə bunu bildirmişik ki, Salah, Szoboszlai və arxasında Trent Arnold-Alexander və ya işləyə biləcək Frimpong olanda niyə görə faydalanır? Çünki hər iki oyunçu Liverpoola sağ cinahda say üstünlüyü və ya say bərabərliyi əldə etməyə kömək eləyir. Amma burada Szoboszlai 10 nömrə mövqeyində olsa da, sonradan qayıtsa da, burada ən böyük problem ondan ibarət idi ki, 60-cı dəqiqədə artıq Slot görürdü ki, Galatasaray ikinci hissədə taktik
taktikasını dəyişib, 4-5-1 ilə oynayır, ümumiyyətlə ortadan alan vermir. Yəni cinahlara yüklənmək lazımdır. O götürür, neynir? Hücum planı çox bərbad olan, son 2 oyunda çox sönük futbol oynayan və ümumiyyətlə ancaq müdafiə olmağı bacaran, belə deyək, birə-birlərdə Conor Bradley-ni buraxır. Nəticədə bir tərəfdən Szoboszlay öz mövqeyinə qayıtsa da, digər tərəfdən Conor Bradley əlbəttə ki öz işinin öhdəsindən gələ bilmir. Nəticədə Conor Bradley çox geridə qalır və Liverpool birinci hissədəki effektivliyi və intensivliyi verə bilmir. Nəticədə də layiqli şəkildə Galatasaray onu məğlub edir. Yəni burada gördüyümüz kimi həm Okan Burukun birinci oyundakı səhvdən çıxardığı nəticələr, xüsusilə ikinci hissədəki gedişləri ilə, amma eyni zamanda Slotun çox kobud səhvləri öz rolunu oynadı və yenə də Liverpool bizim fikrimizcə iki ekstremlərin biri ilə gedir. Bir tərəfdən Liverpoolu çox ciddi şəkildə iflas gözləyir. Bu iflas nədir? Bu iflas komandanın çempionluğa bir nömrəli favoritdən Çempionlar Liqasına, İngiltərə Premyer Liqasına mübarizə aparacaq bir komandaya çevirə bilər. Üstəlik, necə ki Manchester City ötən mövsüm güc bəla ilə 24-də düşdü, amma play-off'un birinci mərhələsində ilk ciddi rəqib tərəfindən rahatlıqla neytrallaşdırdı. Bir tərəfdən Liverpool o taleyi gözləyir. Çünki nəzərə alaq ki, nə Slot, nə də ki bu komanda belə xaotik oyunçu transfer pəncərəsinə hazır deyil. Ümumiyyətlə belə xaotik heyətə hazır deyillər. Yenə də baxın Slotun bəlkə də Frimpongla Salahı eyni zamanda meydana buraxmaması, xatırlayırsa bizim videomuzda da bildirmişdik ki, Liverpool'la bağlı ki, adamların istilik xəritəsi hardasa üst-üstə düşür. İkinci tərəfdən əlbəttə ki, Hugo Ekitike ilə Alexander Isak'ı necə eyni zamanda meydanda oynadacaqsan. Çünki hər ikisi soldan mərkəzə meyilli futbolçulardır. Yəni deyə bilərsiniz ki, biri o birisini əvəz eləyə bilər, amma Liverpoolun burada ən yaxşı ssenarisi ondan ibarətdir ki, hər ikisi formasını yığır, növbə ilə biri başlayır zədələnməyə uzun müddətli və nəticədə bunlar bir-birinin arasında konflikt yaranmadan növbələşə oynayacaqlar. Çünki rəhmətlik Diogo Jota və Luis Diaz elə oyunçular idi ki, zaman-zaman onlar ehtiyat oyuncu rotasiya çevriləndə də bu normal idi, amma Ekitike və Alexander Isak o qiymətə və ümumiyyətlə o statusda heç biri rotasiya oyuncusuna çevrilərək ehtiyat oyuncular skamyasında oturmağa razılaşmayacaq. Bu komanda daxili toksik vəziyyətə gətirib çıxaracaq və siz fikirləşirsiniz ki, məsələn ki, Slot birini 60 dəqiqə, birini 30 dəqiqə oynadar. Yox, biz özümüz çox gözəl bilirik ki, futbolçu meydanda 90 dəqiqə qalmalıdır. Ya da ki, 80-85 dəqiqə qalmalıdır. Əgər komanda istədiyi hesabı əldə etməyibsə ki, öz bəhrəsini komandaya verə bilsin. Yəni burada yarımçıq rotasiya olmaqdan bir şey çıxmayacaq. İkinci bir tərəfdən Luis Enrique kimi Slot yenə də bu çətinliyin öhdəsindən gələ bilir. Düzdür, Luis Enrique də bu başqa ssenaridir, Slot da bu başqa ssenari olacaq. Çünki onda konkret olaraq oyunçu çatmırdı. Yansın ki, Xviçanın qismində aldı. Burada isə bu oyunçuları Frimpong, Salah, üstəlik Isak'la Ekitike'ni necə oynadacaq məsələsi var. Bizim yenə də dediyimi ilk baxışda belə də heyətə baxanda, oyunçuların güclü zəif tərəflərinə baxanda onu deyə bilərik ki, bu komanda hələ ki 3-5-2 ideal oynayır. Amma 3-5-2 olduğu təqdirdə Muhammed Salaha orada yeri yoxdur. Muhammed Salahın müdafiə planı yoxdur ümumiyyətlə. Digər tərəfdən hətta Florian Wirtz, hansı ki bu dəqiqə artıq Liverpoolun o Barcelona'ya satdığı Coutinho və ya Ajax'ın Manchester'a satdığı Antony'yə çevrilə bilər debatlarından haqlı olaraq tərkib hissəsinə çevrilib. Çünki Superkubokdan istisna olmaqla Wirtz'in 0 gol və 0 gol pası var. Amma onun da səbəblərindən biri odur ki, Wirtz'in ən elitar səviyyədə bacardığı iki funksiyasından biri bu mövqedə, hansı ki daima dolu olur, boş mövqeyə çıxmağıdır. Yəni rəqib müdafiəçilərdən eyni uzaqlıqda ola bilir, özünü itirə bilir meydanda. Amma bunu Liverpool oyunçuları ignor edirlər, ona pas atmırlar və nəticədə və bir də ki, Wirtz'in xəttlər arası oynamaq bacarığıdır ki, hansına yenə də Liverpool oyunçuları müsbət reaksiya vermirlər. Nəticədə çox güman ki, Liverpool bəlkə də çox ciddi və gözlənilmədən təlatümlü mövsüm gözləyir, hansına ki, axırında çox ciddi hadisələr komandada baş verə bilir. Siz öz fikrinizi bildirin. Sizin fikrincə Liverpool bu mövsüm Manchester City'nin keçən ilki aqibətini yaşayacaq, yoxsa Arne Slot işləri qaydasına sala biləcək? Digər tərəfdən isə Galatasaray Çempionlar Liqasında növbəti oyunlar fazasına daxil olur və növbəti 4 oyunda Galatasarayın bərabər səviyyəli rəqibləri var. Harda ki 9 xal almaq və bir növ play-off'un qapısını açmaq Galatasaray üçün çox vacibdir. İndi isə bu mövsüm haqlı olaraq ilk ciddi iflasa uğrayan Xabi Alonso'dan danışaq. Gəlin görək Realda nə işləmədi. Birinci olaraq yenə də baxın Diego Simeone Okan Buruk rolunda oynayır. Adamın çox unikal bir pressing planı var idi Real Madrid'e qarşı. İkinci tərəfdən amma hər şeyin altını vuran və bu pressingin işləməyinə münbit şərait yaradan Xabi Alonso var. Xabi Alonso burada nəyi indi bunu rahat şəkildə deyə bilərik səhv etdi. Əlbəttə ki, bu Jude Bellingham'in heyətə erkən qayıdışıdır. Gəlin bunu daha yaxşı başa düşmək üçün Real Madrid-ə lövhə edəcək.
İlk öncə Atletico Madrid özünə hardasa klassik olan, əgər Sorlotda meydana çıxırsa, 4-4-2 taktikasıyla oynayırdı. Amma burada çox maraqlı məqam meydanın mərkəzində olan Diamond, yəni brilliant stilində olan yarım müdafiə formasiyası idi. Harda ki Koke daha yuxarıdaydı, Barrios isə daha aşağıda oynayırdı. Bundan başqa Real Madriddə necə ki Arne Slotda Wirtz qərarı bütün zəncirvari olaraq sistemi pozdu. Madriddə də ki eyni sistemi pozan element Jude Bellingham'in heyətə həddindən artıq tez qayıtması idi. Əlbəttə ki nominal olaraq Vinicius burdadır. Hətta bunu biraz daha dəqiq düşsək deyə bilərik ki Mbappe məcbur olaraq bura gəlir. Bellingham belə gedir. Baxın, hardasa Arda ilə belə oynayır. Burada Tchouaméni, siz buna görə məndə səhv tuturdunuz. Tchouaméni demək, Tchouaméni ilə Federico Valverde var idi. Lakin nə baş verirdi? Deməli, Atletico topu itirən kimi həmən taktikasını dəyişərək intensiv şəkildə Realı pressing etməyə başladı və bu pressing taktikası 4-4-2-nin məhz baxın almaz formasiyasında olurdu. Bunun da əsas məqsədi nədən ibarət idi? Kokenin burada qalması məcbur edirdi ki, Fede Valverde aşağı düşsün və nəticədə eyni zamanda komandanı sığortalamaq üçünsə Barrios aşağıda idi. Adətən Real Madridlə bu mövsüm avtobus parkovka etmək istəyən komandalar əziyyət çəkir. Çünki Real Madridin həm klassı, səviyyəsi həddindən artıq yuxarıdır, həm də komandanın artıq oyunu, fərdi ustalığı həddindən artıq belə bir növ pik səviyyədə deməzdim, amma bəlkə də Bavariyadan sonra bu elementə görə Real Madrid bu dəqiqə ikinci Avropanın ən yaxşı komandası sayıla bilər. Ona görə də özünü sığortalamaq üçün Diego Simeone hardasa topa pressing edəndə Madridə məhz Barrios aşağıda saxlayırdı. Yuxarıda isə Kokeni məcbur edirdi ki, Fede Valverde düşsün aşağı. Düşəndən sonra Atletico sol cinahda boşluq əldə edirdi. Bu boşluğa girirdi və bu da məcbur edirdi ki, Arda bir qədər aşağı düşsün. Və bütün bu da zəncirvari olaraq ona gətirib çıxartırdı ki, Arda'nın yuxarıda qalması üçün Xabi Alonso çox mürəkkəb və oyundan sonra özü də etiraf etdiyi işləməyən bir mexanizmə əl atırdı. Belə ki, Atletico bir növ pressingin ilk mərhələsində uğursuz olduqdan sonra, yəni Real Madrid çox çətinliklə bu pressingin öhdəsindən gəldikdən sonra, hansına ki həmişə gəlmirdi. Çünki müdafiə olunanda Tchouaméni daha da aşağı düşməyə məcbur olurdu. Bu adətən Fede Valverdeni rəqibin iki oyuncusuna qarşı tək qoyurdu. Bu da məcbur edirdi ki, Arda Güler istədi-istəmədi aşağı düşsün. Atletico Madridin ortada Real Madridə qarşı avtomatik say üstünlüyü əmələ gəlirdi. Nəzərə alsaq ki, Kylian Mbappe ilə Vinicius Junior o qədər də arxaya köməyə meyilli deyirlər. Onlara bu oyun Bellingham əlavə olundu. Ümumiyyətlə, Bellingham məncə Real Madridin problemlərinin, onu günahlandırmaq düz olmaz, amma bu maçda Alonsonun Bellingham'i meydana buraxmağı məhz Real Madridin bir növ taleyini həll etmiş oldu. Onun üçün əlbəttə ki, Simeone'la da dediyimiz pressing taktikası gəlir. Lakin Bellingham'dan danışmamışdan öncə onu qeyd edək ki, topu itirdikdə Real Madrid çox böyük çətinliklə müdafiənin ilk fazasından çıxdıqdan sonra Atletico Madrid 4-5-1 taktikası ilə, mən də burada göstərmirəm, ikili blokla müdafiə olunurdu. Hələ bu blokun içindən Real oyunun gedişindən doğmayan 2 qol vurdu. Amma ümumilikdə əlbəttə ki, Atletico Madrid Realı layiqli şəkildə ciddi hesabla məğlub etdi. Çünki 5 şikəsində 3 top fərqli qələbədir. Bu darmadağın deməkdir. Lakin gəlin Jude Bellingham'dan danışaq. Sual vermək olar ki, nə vacib düşüb ki, Jude Bellingham həmin günü meydana çıxmalı idi. Nəzərə alsaq ki, rəqib Realın daima çətinlik çəkdi. İstənilən futbol klubunun çətinlik çəkdiyi Atletico Madriddir. Və niyə görə Bellingham maça sonradan oyunun gedişinə asılı olaraq girmədi? Birinci dəqiqələrdən oynadı. Əlbəttə ki, biz Real Madridin saray içi intriqalarını bilmirik. Amma bir şey dəqiq məlumdur ki, Florentino Perez komandanın heyət müəyyənləşdirmə siyasətinə çox aktiv şəkildə müdaxilə edir və mən əminəm ki, əgər kontraktlar rəsmi şəkildə olmasa da, Xabi Alonso ilə Perezin arasında bu kontraktda müqavilədə öz əksini tapıb. Çünki əvvəl Silvio Berlusconi Milanda bunu baş məşqçilərlə eləyəndə o komandanın 4-4-2 taktikasıyla oynamağı kontrakt şəklində məşqçiləri məcbur edirdi. Amma ən azından əminliklə demək olar ki, nəzərə alsaq ki, Real Madridista qəzetləri olan Marca AS da bundan yazırdı ki, Perezin komandaya müdaxiləsi mütləq qaçılmazdı. Bellingham isə komandada potensial olaraq Mbappe'dən sonra hazırda ikinci qızıl topa ən böyük favorit statusuna malikdir. Real Madriddə çox ciddi saray intriqaları var. Misal üçün 2 mövsüm öncə Vinicius Junior'un topda olduğu dövrdə Vinicius bir nömrə idi. Gözlənilmədən şahanə ilk mövsümün ilk yarısını keçirən Jude Bellingham avtomatik olaraq Vinicius'dan sonra ən yaxşı oğlana çevrildi və bunda da məntiq nədir? Sabah qızıl topa gedəndə əgər birdən Vinicius'un nəsə
imicinə görə və ya oyununa görə ki, eniş olarsa, oyunçu istədiyi verə bilməzsə, avtomatik olaraq komanda PR-ı 2 nömrəli, ondan sonra gələn oyunçunu işə salır. Həmin oyunçu Jude Bellingham idi. Bizim fikrimizcə Jude Bellingham'in hələ ki 2 mövsümünü, tam mövsümünü Realda 4 yerə bölsək, mövsüm yarısı olaraq Jude'un birinci mövsümünün birinci hissəsində oynadığı oyunu hələ ki o verə bilmir və həmin o oyatdığı, buraxdığı təəssürat onu hətta biraz şişirdilmiş idi, amma Zidanla müqayisə olunmağına gətirib çıxarırdı. Amma ötən mövsümdən baş verdi ki, komandada 1 nömrə Kylian Mbappé-dir və Vinicius 2 nömrə kimi statusunu itirib. Yenə də ötən mövsüm Jude Bellingham orada Mbappé'dən sonraki oğlan idi. Lakin bu mövsüm açıq etiraf edək ki, Kylian Mbappé'dən sonra ikinci ən faydalı, ən gözə oxşayan, ən xoş oyuncusu əlbəttə ki Arda Gülərdir. Düzdür, Arda Gülər İngilis deyildi, yəni onun PR-ı bir qədər fərqli səviyyədədir. Amma yenə də bu Real Madriddə əgər Arda Gülər belə performansı davam etdirərsə, əminik ki, komandada Jude Bellingham'i bir növ o nömrə 2 statusundan məhrum edə bilər. Və Jude Bellingham'in komandaya qayıdışı əlbəttə ki Xabi Alonso'ya artıq işləyən mexanizmdə stres gətirir. Çünki çox vacibdir ki, Arda hücumun sağında deyil, orada Mastantuono mükəmməl şəkildə iş görür. Orta sahədə oynasın. Əgər orta sahədə Arda oynayarsa, o zaman Jude Bellingham'in mövqeyi harda olacaq? Çünki yenə də Real Madrid 4-2-3-1, 4-3-3 taktikasıyla oynaya bilər, amma əslində hücum planında bu taktik həmişə 4-4-2-dir. Hətta zarafat bunu belə də göstərmək olar ki, 2 soldan içəri girmək istəyən Vinicius'la Mbappé var, amma əlbəttə ki Mbappé bir qədər universal olduğundan nominal olaraq sağdan başlayır. Əgər yarım müdafiədə disbalans yaranarsa hansından ki, Real Madrid ötən mövsüm çox ciddi şəkildə əziyyət çəkirdi və bu ən böyük Realın qorxusu, ümumiyyətlə istənilən müasir futbol klubunun ən böyük qorxusu disbalansdır, yəni balansın pozulmasıdır və bu balans pozulmasından ən yaxşı oyunçular belə pis şəkildə görünür. Necə ki, Muhammed Salah ötən mövsümdəki Muhammed Salahın kölgəsidir. Eyni zamanda orta sahədə olan bugünkü futbolumuzun bəlkə 3-4 ən yaxşı futbolçularından biri olan Fede Valverde də performansı çox aşağı düşür. Çünki Fede Valverde daima özünə xarakterik olmayan bir növ Casemiro marşrutu çizməyə məcbur olur. Yəni Casemiro dediyi nəyi nəzərdə tuturuq ki, Fede Valverde əsasən mövqe seçimi sayəsində bir növ dağıdıcı funksiyaları yerinə yetirir. Casemiro da bu sürət vasitəsilədir. Casemiro da buna görə baş verirdi ki, komandanın hücuma meyilliyi daha çox idi. Burada daha çox balans var. Amma bu balansı necə Xabi Alonso nizamlayacaq? Bu özü böyük bir sual olacaq. Əlbəttə ki, biz Real haqqında ayrıca videomuzda izah etməyə çalışacağıq ki, bunu Xabi Alonso necə edəcək. Amma spekulyasiyanın yerinə daha yaxşı olardı ki, zaten Jude da qayıdıb və o əsas heyətdən qırağıda qalan deyil. Ona görə gəlin görək Bellingham'i Alonso necə komanda inteqrasiya etməyə çalışacaq və bu Realın oyununda öz təsirini göstərəcəkmi yoxsa yox? Çünki millilərin pauzasından həmən sonra bir çempionat oyunu, Çempionlar Liqası oyunu var və ondan sonra ayın 26-sında El Clasico var və həmin El Clasico'da Barcelona'da PSG ilə göstərdi ki, hələ ki Barcelona ötən mövsümün ikinci yarısındakı belə yüksəlişində deyil, bir növ komanda çox ciddi problemlidir. Barcelona təkcə o problemi PSG oyununda göstərmədi. Levante, Rayo Vallecano, hətta Newcastle oyunun birinci hissəsində də o problemlər göz qabağındaydı. Hazırda Real daha yaxşı formada görünür və ya görünürdü və indi gəlin Alonso'nun bu dilemanı, bu problemi necə həll edəcəyinə birlikdə baxaq və sonra onu əlbəttə ki, qısa şəkildə analiz edəcəyik. Siz necə düşünürsünüz? Bu komandada Jude Bellingham'a yer var və ya nəzərə alsaq ki, bizim fikrimizdən asılı olmayaraq Jude Bellingham əsas heyət oyunçusudur, əbədi olaraq. O zaman Arda'nın oyununa bu mənfi təsir edəcəkmi? Arda'nı hardasa Alonso yuxarı qaldıracaq ya da məcbur edəcək ki, müdafiə planı işləri görsün, hansı ki, əslində Arda'nın ən yaxşı cəhətlərinin üzə çıxmasına mane olur. Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Videonu bəyəndinizsə, zəhmət olmasa like düyməsini basın və kanalımıza abunə olun ki, belə videolar çıxdıqda onları buraxmayasınız.